Marneuli Sakrebulosu Maliyyə, Büdcə və Sosial Məsələlər Komissiyalarına yeni sədrlər seçib. Maliyyə Büdcə Komissiyasının sədri vəzifəsinə Zurab Coniaşvili, Sosial Məsələlər Komissiyasının sədri vəzifəsinə isə deputatlar Vano Burnadzeni seçiblər. Komissiyalarda dəyişiklik zərurəti Maliyyə Büdcə Komissiyasının keçmiş sədri Teona Parcianinin Marneuli merinin müavini vəzifəsinə təyin edilməsindən sonra yaranıb. İclasda deputatlar gündəlikdə nəzərdə tutulan digər məsələlər də müzakirə ediblər. Bunlara meriyanın ştat cədvəlinə dəyişikliklərin edilməsi, küçələrin nömrələnməsinin müəyyənləşdirilməsi və idmançıların həvəsləndirilməsi məsələləri daxil olub. Sakrebulonun əvvəlki iclasında Teona Parciani öz istəyi ilə ərizə yazaraq Sakrebulonun üzvlüyündən çıxdı. O artıq Sakrebulonun Maliyyə Büdcə Xidmətinin rəhbəri deyil. Müvafiq olaraq Sakrebulo aparatı Marneulinin 22-ci dairə seçki komissiyasına müraciət etdi ki, proporsial siyahı ilə Teona'dan sonraki şəxsin əvəz edilməsini istədi. Teona xanımın yerinə Gürcü Arzusu partiyasından proporsial siyahı ilə Ramiz Hacıyevin Sakrebuloya daxil olunması istəndi. Yerli özünə idarə kodeksinə əsasən fraksiya komissiya sədrliyinə namizəd irəli sürə bilər. Bugün fraksiya Maliyyə Büdcə Komissiyasının sədr namizədi olaraq Zurab Coniaşvilini, Sosial Məsələlər Komissiyasına sədr namizədi kimi isə Vano Burnadzeni irəli sürdü. Səsvermədə 27 üzv iştirak etdi. Səsvermə gizli keçirildi. 27 nəfərin hər biri səs verərək Zurab Coniaşvilini Maliyyə Büdcə Komissiyasına, Vano Burnadzeni isə Sosial Məsələlər Komissiyasına sədr seçdilər. Bu məsələlərdən əlavə Marneulini ölkə miqyasında layiqli təmsil edən idmançılar mükafatlandı. Onların məşqçilərinə də iclasda mükafat təqdim olundu. Bundan əlavə şəhərimizdə yeni binalar, küçələr yarandıqca onların nömrələnməsi ehtiyacı yaranır. Kəndlərdə və şəhərdə küçələrə nömrə verilməsi məsələsi də irəli sürüldü. Meriyanın əməkdaş siyahısında dəyişikliklər edildi. İcbari müqavilə ilə işlə təmin olunan şəxslərin sayı bir nəfər azaldıldı. Bu məsələ də leyhinə qərarlaşdırıldı. Nosti kəndində 400 ildən sonra yenidən Böyük Mouravinin tarixi sərkərdə və Gürcüstanın xilası ilə əlaqələndirilən şəxsiyyətin Georgi Sakadzenin həyat tarixçəsi canlandı. Ölkənin azadlığı uğrunda həyatını qurban vermiş qəhrəmanın tarixini tədbirin hər detalında hiss etmək mümkün idi. Qara qalxanlıların təqdim etdiyi döyüş ritualı və yerli atlıların çıxışı Sakadze günündə iştirak edən tamaşaçıları Sakadzenin yaşadığı dövrün Gürcüstanına qaytardı. Xalq bayramında mərkəzi və yerli hakimiyyət nümayəndələri də iştirak ediblər. Onlar Gürcüstan tarixinin ən çətin illərində Georgi Sakadzenin göstərdiyi xidmətləri bir daha xatırlayıblar. Yerli sakinlərin xahişi ilə artıq ikinci ildir ki, Sakadzeoba xalq bayramı qeyd edilir. Bütün bunlar əhalinin tələbi ilə baş tutdu. Onların sözünü yerə sala bilməzdik. Burada müxtəlif tədbirlər, sərgilər, yerli məhsulların nümayişi, idman yarışları baş tutdu. Georgi Sakadze Martxopi və Nosti kənd sakinlərini bir daha birləşdirdi. Bu ənənə 2 ildir davam edir. Georgi Şinkiqaşviliyə, vətənpərvər insana bu tədbirin təşkilinə, dəstəyinə görə təşəkkürümüzü bildiririk. Burada gənclər iştirak edir. Onlar görürlər ki, biz birlikdə güclüyük. Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları külli miqdardan xüsusilə artıq narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaratmaq ittihamı ilə bir nəfəri saxlayıblar. Nazirliyin məlumatına görə hüquq mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin üzərində yaşadığı evdə aparılan axtarış, eləcə də istintaq eksperimenti zamanı müxtəlif yerlərdən satış məqsədi ilə hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitələri maddi sübut kimi götürüblər. Törədilən cinayətə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.